Hoş gelmişsin. Necəsən? Çok sağ ol. Yaxşısanmı? Şükür Allah'a. Gelmişdiniz ki günü məlumat eləyək sizə. Biz de böyle gelmiştik. Necə oldu bəs? Oturun. Bir hafta kadar yarışmışız da biz. Hə. Biz geldik, siz bize analiz falan yazdınız. Özde siz beni pulsuz geldiler. Siz mesela Amma TikTok'tan yazmıştım. boş, tamam. Valla O da öyle. ölüncek doğaldığınız anda, O da yani öyle. 5 ildir gitmediğim yer, ne bileyim, elemediğim şey kalmamıştı. Senin ve borularım bağlıymış. Ve borasandan sonra hamile kalmışım. Allah mübarək eləsin inşallah. Başa Sonra cəmləsin. qabaq olmuşuq biz sizdə. Analizlərin cavabını alırıq. İnşallah. Bilməmişik. Daha 15 gün Xeyirli qabaq olsun vermişik. inşallah. Xeyirli Çox olsun, sağ olun, xeyirli olsun. Allah Şərli razı olsun əsas oldu. Başım ayrı olsun. Necəsiz? Yaxşısınız indi? Həyəcan var. Həyəcan. Özdə nə? Allah mübarək. Bax ona görə biz həmişə deyirik ki, sonsuzluq müalicəsi dediyində müayinədən başlayır hər şey. Cavab tapmaqdan başlayır hər şey. Dediniz koy bir 3 ay yoxuyum, sonra dediniz bir qərar verərik. İsrarla suni mayalanma istəyir. olmayacaq. Adımızı elə qoyublar da. Deyirlər Emin Akbir deyib suni mayalanma. Düzdür, mütəxəssis. Amma bəs o ayrımı eləmək də önəmli. O ayrımı eləmədən sən suni mayalanma eləsəydin də tutardı. Amma adı suni mayalanma ilə eləyəcəkdik də, yəni bunu. Bunun öz başının yolu varsa, bax bizim işimiz nədir? Ən sadə yolla hamiləlik əldə eləməkdir. Bax bizim işimizin sənət hissəsi budur. O birisi həkimlikdir, amma bu sənət hissəsidir. Önəmli hissəsi budur. Haqqınızı ödeyə bilmərəm. Xeyirli olsun. Sən, Bu sevinci sən ki belə yaşadım. eləyəydin. Dua eləyəsən bizə hər gün, Hər haqqını gün. ödənmiş hesab eləyəsən. Yaxşı? Çox sağ olun. Allah Xeyirli olsun razı olsun. inşallah. Xeyirli olsun. Duanızı almaq istəyirəm. Bax bu sizin borcunuzdur. Yaxşı? Əlbəttə ki. Oldu. Allah razı olsun. Xeyirli olsun qardaş. Dərmanlarını yaz, düzgün şəkildə istifadə eləsin. Oturaq görüşürük. Həkim mənə analizdən sonra yazdım.